Olmadı. Dinləyir. Sonra loqaritmada toplamanı biz yazırdıq vurma ilə. Ona görə yazıram ki, loqaritma 2 əsasdan. Və x çıx 5 ilə x üstəgəl 2-ni bir-birinə vurmalıyam. Nə vaxt biz toplama vurmanı yazırıq? Əsaslar eyni olarsa, fərqli olarsa bu şeyi eləmək olmaz. Deməli, onda yazıram x çıxılsın 5, x üzərinə gəl 2 bərabərdir 3-ə. Buradan da loqaritma tapmada tənliyi. Bu isə qalır 2-nin kubu yazmalıyam. Yəni x çıx 5, x üzərinə gəl 2 bərabərdir 2-nin kubu. Mötərizəni vurub açsam, x-in kvadratı üzərinə gəl, x-i 2-yə vuranda 2x, mənfi 5x-ə vuranda mənfi 5x, mənfi 5-i 2-yə vuranda mənfi 10. Bu 2-nin kubu 8 edir. Keçirdirəm sol tərəfə. Olacaq çıx 8. Qaldı burada x-in kvadratı çıx 3x, çıx 18 bərabər 0. Niyyətlə baxın, toplayanda eləməlidir müsbət 3, əksin götürürük çünki, vuranda eləməlidir mənfi 18. Olacaq o zaman 6 ilə mənfi 3. İndi mənfi 3'ü götürüb burada istifadə edə bilməzsiniz. Variantlara da baxıb çaşmayın. Çünki loqaritma bu mötərizənin içində mənfi yazmaq olmaz. Doğrudan da baxın, mənfi 3 ilə 2-ni toplayanda mənfi 1 olur. Olmaz axı bu. Mənfi 3 olan variantı atıram qırağa. 6-nı yazmaq olarmı bura? Bəli, hər ikisi müsbət eləyəcək. Deməli olacaq o zaman 6. Gəldik bura. Tənliyi həll edin. Bəli, yalnız əsası eyni olanda toplama eləyə bilərik. Daha doğrusu toplamanı vurma eləyə bilərik ülviyə. İndi baxıram bura. Bunun əsası kökdə 2-dir. Bunun əsası 2-dir. Bunun əsası 4-dür. Hərəsi bir teldən mahnı çalır elə bil ki. Kök altında 2-ni kökdən çıxardıram. Yazıram loqaritma. Kök altda 2-ni yazıram. 2-nin üzərində 2-də 1. Demişəm sizə qüvvəti dairəyə alın ki, qarışmasın. Bura x-dir. Vurulsun loqaritma 2 əsasdan x. Vurulsun loqaritma. Bu 4-ü yazıram 2-nin kvadratı əsasdan x bərabərdir 27-yə. İndi buradan biraz yaxınlaşdırım bunu. Deməli uşaqlar, qabağa çıxardır. Bu qüvvətləri 1-də bunların x-lərin. Ona görə nə edirəm? Qabağa çıxır 1 böl 2-də 1. 1-i 2-də 1-ə böləndə 2 olacaq. Buradan qabağa 1 ilə 2 çıxır, olur 2-də 1. Yerdə qalır loqaritma 2 əsasdan x, loqaritma 2 əsasdan x, loqaritma 2 əsasdan x. Yəni bundan da 3 dənə deyə loqaritma 2 əsasdan x-in kubu olacaq. Bərabərdir 27-yə. Bu ikilər onsuz da gedir. Qaldı burada loqaritma 2 əsasdan x bərabərdir. Nəyin kubu 27 eləyəcək? 3-ün. Bunu yazandan sonra x-i tapanda yazmalıyam 2-nin kubu. O da eləyəcək cavab 8. Yəni C variantı. İfadəni sadələşdirin. Uşaqlar, kökdən çıxartdığınız ifadə mütləq şəkildə dərəcə cütdürsə, modulda çıxmalıdır. Buradakı A qalsın özü. Üzərinə gəl. 6'lar getdi. Modulda A yazıram. Modulun şərtinə baxıram ki, nədir? Mənfidir. Deməli, qabağa mənfi tullamaq lazımdır. Olur A çıxılsın A. Cavab eləyəcək 0. Yəni D variantı. Sual 19. Deməli, trigonometrik tənliyi həll etmək lazımdır. Uşaqlar, biri kosinusdur, biri sinusdur. Belə şey olmaz. Deməli, onda nə etməliyəm? Hər ikisini sinusa gətirə bilərəm. Həmin kosinusun yerinə yazıram belə. 1 çıx sinusun kvadratı x. Sonra üzərinə gəl 5 sinus x çıx 4 bərabər 0. Mötərizəni vurub açsaq, 2-ni 1-ə vurdum 2 minus 2 sinusun kvadratı x plus 5 sinus x minus 4 bərabər 0. Buradan qalacaq mənfi 2 sinusun kvadratı x plus 5 sinus x 2-dən 4 çıxanda mənfi 2 bərabər 0. Lap hamısını mənfiyə vuraq, şərlər dəyişsin. Olsun 2 sinus kvadratı x çıxılsın 5 sinus x üzərinə gəl 2 bərabər 0. Elə bil ki, buradan sinus x-ə bir dənə m deyək, əvəzləmə aparaq, kvadrat tənlik quraq. Olur 2m-in kvadratı, çıx 5m, üzərinə gəl 2, bərabər 0. Diskriminant tapsaq, d bərabər 5-in kvadratı 25, çıx 4 vurulsun a ilə c, 2 ilə 2. Bu da eləyəcək 16 çıxanda 9 qalır.
Buradan yazıram ki onda M1 bərabərdir. Mənfi 5-də götürürəm müsbət 5. 9-dan çıxacaq 3. 4-ü vururam 2-yə 8. Bu mənə verdi 1. Bir dəfə də M2 bərabərdir. 5 çıxılsın 3 bölünsün 8. 4, 8-də 2. Bu da eləyir 4-də 1. 4-də 1-in cavabı olmadığına görə biz həll edəcəyik 1-i. Yəni burada 4-də 1-dir, həll yoxdur. Onda həll edirəm. Sinus x bərabərdir 1 tənliyini. X də bərabərdir. Sinus 1-i harda alır? Burada 8 yox. Üstür 2 adı. Mən nə yazdım? 2 dəfə 2 4 eləyəcək. Bu 2 eləyəcək. Bu da 4 eləyəcək. Olur 4-də 2, yəni 2-də 1. Sinus x bərabər 2-də 1 həll eləyəcək. 2-də 1. Sinus 2-də 1-i harda alır? Yazıram mənfi 1-in üzərində k. 2-də 1-i alıram 30-da. Yəni pi bölünsün 6. Üzərinə gəlinsin pi k. Bu da harda var görək? Mənfi 1 üstündə pi bölü 6 üstəgəl pi k deyəsən c-də də elə. K, n fərqi yoxdur, eyni şeydir. Heç bir önəmi yoxdur onun. A-nın hansı ən böyük qiymətində sinusun tənliyin həlli var? Deməli, sinusun yerinə biz bu tənliklərdə bir dəfə mənfi 1, bir dəfə müsbət 1 yazmalıyıq. Onda yazıram 3 vurulsun mənfi 1 bərabərdir 1 plus A. Mənfi 3 bərabərdir 1 plus A. Biri sola keçəndə mənfi 4 eləyəcək. A bərabər mənfi 4. Bu 1. Bir dəfə də 3 vurulsun 1 bərabərdir 1 plus A. 3 bərabərdir 1 plus A. A da bərabərdir. 3-dən çıxıram 1-ni. A bərabər oldu 2-yə. Məndən böyük qiymət deyir. Mənfi 4 ilə 2-dən böyük olan tayı 2-nin özü deyə 2 götürəcəyik. Burada loqaritma 3 əsasdan 49-u yazaram 7-nin kvadratı qüvvəti dairəyə almaq lazımdır. Unutmayın. Loqaritma 7 əsasdan 27-ni yazaram 3-ün kubu dairəyə aldım. Buradan 3 ilə 3, 7 ilə 7 geçsə cavab qalacaq 2 vur 3, yəni 6. Sonra sual 22. Funksiyanın qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədəd tapın. Qiymətlər çoxluğu görən kimi bilin ki, düstur funksiyada 4ac çıxılsın b-nin kvadratı bölünsün 4a-dır. Gəlin qiymətləri yerinə yazaq. 4 vur, a-nın qiyməti buradadır. 1, c-nin qiyməti 18, çıx, b kvadrat, yəni 2-dir kvadratda 4 eləyəcək. Aşağıda da 4 vurulsun 1. Yuxarıda 72 çıxılsın 4 eləyəcək. 18 nə idi? 68 bölünsün 4. Bu da 17. Deməli, bunun həlli olacaq 17-dən müsbət sonsuzluğa. Ən kiçik həll də burada 17-nin özüdür. Parabola ilə düz xətlərin kəsişmə nöqtələrin absisləri cəmini tapın. Deməli, bunları bərabərləşdirmək lazımdır. X-in kvadratı çıxılsın 3x, üzərinə gəl 2, bərabərdir 2x, üzərinə gəl 3. X kvadrat sola keçirdirəm sağdakını, çıx 3x, üstə gəl 2, çıx 2x, çıx 3, bərabərdir 0-a. Buradan x kvadrat çıxılsın 5x, 2-dən 3-ün çıxanda mənfi 1 bərabər 0. Absislərin cəmi x1 ilə x2-nin cəmi deməkdir. V7-dən tənliyin kökləri cəmi də buradan 5-ə bərabərdir. Qutardı, getdi. Sonra, indi bu x-in qiymətidir, bu da y-in qiyməti. Gətirəyim burada yerinə yazaq. Y deyəndə uşaqlar, bu fx sözü ilə y deməkdir. Bunu unutmayın. Yazıram 3 bərabərdir. 2 vurulsun 1, üzərinə gəl b bölünsün 1. Buradan 3 bərabərdir, məxrəc 1 deyə yazmıram. 2 üstə gəl b. B bərabər oldu 1-ə. Bunu tapdım. Onda funksiyamız olacaq bizim y bərabərdir. 2x üzərinə gəlib 1 bölünsün x şəklində. X-in yerinə mənfi 1 yazmalıyıq hesablamaq üçün. O da deyəcək mənfi 2 üzərinə gəlib 1 bölünsün mənfi 1. Sürət mənfi 1, məxrəc mənfi 1, cavab oldu burada 1. Sonra sual 25 tipli suallarda görə nə edilmişik? Falan. Burada bizə 3 dənə qiymət verib aşağıda. X-in qiymətlərinə baxın. Biri mənfi 1-dir. Mənfi 1 görün buradakı 3 dənə şərtdən hansına uyğundur? 0-dan kiçik olana. Deməli, burada yerinə yazmalıyam mənfi 1-i. Olacaq o zaman mənfi 1-in kvadratı cavab oldu 1. Bu 1. Keçirəm indi 2-yə. 2 harada yerləşir? Bax 0 ilə 4-ün arasında yerləşir. Deməli, 2-ni burada yerinə yazacaqsan. Olacaq 2 vurulsun 2, çıxılsın 2-nin kvadratı. Bu da 4 çıx 4, cavab eləyəcək 0. Bu oldu ikincimiz. Və sonda 5 baxaq harda ödənir. 5 də burada ödənir, 4-dən böyükdə. Deməli, burada yerinə 5 yazmalıyam. Olacaq onda 5 üzərinə gəl 1, 5 çıxılsın 3.
Bu da 6 bölünsün 2 cavab eləyəcək 3. İndi baxıram nəyə? Mənə lazımdır bunların cəmi. Toplayacağım 1'i, 0'ı, 3'ü. Cavab eləyəcək 4. O da olacaq Y variantı. Sonra gəldik bura. Bir hansının qrafiki bu nöqtədir. Deməli, qrafiki qurmaq üçün eləyəcəksiniz. Xətti funksiyanın qrafiki y bərabərdir. Kx üzərinə gəlinsin B şəklində olmalıdır. Verilənləri burada yerinə yazmalıyam. Y-in qiyməti bu bölmədə 0'dır. Bax, burada yazıram. Y bərabərdir 0. X-in qiyməti Y oxunusunda görürəm ki, mənfi, X oxunusunda mənfi 1 yazılıb. Y-in qiyməti burada həmişə 0 qrafiklərdə. Bunu unutmayın. B-nin qiyməti Y-in kəsmə nöqtəsidir. B bərabər mənfi 2. Burada da K-mız yoxdur. Əslində B-si mənfi 2 olan variant bir D-dir. Bir də A-dır. Variant ikisindən biridir. Mənfi 2 var sonluğunda. Bu ikisindən biri olacaq. Bu getdi. İndi gəldim yerinə yazmağa. Y-in yerinə 0 bərabər mənfi 1 vurulsun K çıx 2. Buradan da ki mənfi 1 K-nı sola keçirəndə müsbət K bərabər mənfi 2. Deməli K da mənfi 2-dir. Burada yerinə mənfi 2, bunda yerinə mənfi 2 yazmalıyam. Onda Y bərabərdir. K-nı yerinə yazıram. Mənfi 2 X, B-nin də yerinə mənfi 2. Olacaq o zaman D variantı. Həm də ki, buradan rahatlıqla mən söyletmişdim. Yəni, yuxarıdan aşağıya düşəndə, deməli, bu azalır. Azalırsa qabağı mənfi olmalıdır. Qabağı mənfi olanda, baxın, D variantındadır. Gəldik bura. Deməli, X-in qiyməti, bu da Y-in qiyməti. Yerinə yazaq. 8 bərabərdir. 1 üzərinə gəl, 6 üzərinə gəl, C. Birbaşa 6-nı 1'ə vuranda 6, 1'in kvadratı 1 deyə birbaşa yazdım bura. 8 bərabərdir 7 üzərinə gəl, C. C bərabər oldu buradan 1'ə. Gətirib yerdən qoyandan sonra bu birinci mərhələmizdə. İkinci dəfə düstur oldu belə. Y bərabərdir X-in kvadratı plus 6X plus 1. Təpə nöqtənin koordinatları deyəndə X-i tapanda düstur mənfi B bölünsün 2 adı. Yerinə yazsaq mənfi burada 6 bölünsün 2 vurulsun 1. Bu eləyəcək mənfi 3. Buna aparıram. Burada qalib yerinə yazıram. Burada yerinə yazanda Y tapmış olursunuz. Mənfi 3'ün kvadratı 9. 6'nı mənfi 3'ə vuranda mənfi 18. Bir də plus 1. Bu da alınacaq mənfi 8. Cavab oldu mənfi 3, mənfi 8 D variantı. Və yaxud da 4A seçik B kvadratı bölünsün 4A da bu düsturdan yerinə yazıb hesablamaq olardı. Yenə mənfi 8 tapmış olardınız. Funksiyanın sıfırlarının cəmini tapın. Uşaqlar, funksiyanın sıfırları deyəndə gedirsiniz Y-in yerinə 0 yazırsınız. Onda 2x kvadrat çıx 8x üzərinə gəlir 3 bərabər 0. Hər tərəfi 2'yə bölsəm x kvadrat çıxılsın 4x üzərinə gəlir 1 onda 5 bərabər 0. Sıfırların cəmi, yəni köklərin cəmi demək uşaqlar bu. Köklərin cəmi də burada mənfi 4, nəksi müsbət 4 olacaq Y variantı. Funksiyanın bax sualı verir. Hansı qiymətində? Ən kiçik qiymət 5'dir. Düsturu yazıram. 4AC çıx B kvadratı bölünsün 4A. Bu deyir 5'ə bərabər olmalıdır. Gəlin qiymətləri yerinə yazaq. 4 vurulsun. A'mız 1, C'miz elə A'dır. Çıx 6'nın kvadratı 36. 4 vurulsun 1. Bərabər olmalıdır 5'ə. Buradan yuxarıdan 4A çıx 36. Bərabər çarpaz bu 4'ü vururam 1'ə. 4 5'ə vururam 20. 4A bərabərdir. 36'nı aparıram sağ tərəfə 56. A da bərabərdir. 56'nı 4'ə böləndə qalır 14. Deməli cavab oldu 14. Burada uşaqlar A 30 dərəcə alfa. Buraya yazıram 30. Beta olacaq 60 dərəcə. Bura 12'dir. Onda 60'ın qabağında yerləşən tərəf digərinin kök 3 mislidir. Onda bura olacaq 12 kök altında 3, yəni D variantı. 2023'ün qəbul sualıdır bu. Sonra baxıram bura. B8, C 4 kök altında 6'dır. Gamma da 60 dərəcədir. Bettanı soruşur. Bunlar qarşı-qarşıyadır. Sinuslar teoremidir. Yazıram onda belə. 4 kökdə 6'nın nisbəti sinus 60 dərəcə. Bərabər olmalıdır. 8'in qabağında beta durur deyə. Yazıram 8 bölünsün sinus beta. 4 kökdə 6 bölünsün. Sinus 60'ın qiyməti kökdə 3 bölü 2'dir. Bu da bərabər 8 bölünsün. Sinus betanın yerinə elə ki x yazıram. Burada yerinə qiymətini yazarıq özünün. Çarpaz vururam buradan uşaqlar. 4 kökdə 6 vurulsun x bərabərdir. 8 vurulsun kökdə 3 bölünsün 2'yə. 2 ilə getsə 4 qalacaq. 4 ilə 4 getdi. Qaldı kökdə 6x bərabərdir kökdə 3'ə. X bərabərdir kökdə 3 bölünsün kökdə 6 x-lar getsə 1 böl kökdə 2. Kökdə 2 olan bir şeyin cavabı 45'dir. Bunu artıq mən sizə dəfələrlə demişəm.
Cavab olacaq deməli 45 dərəcə. Sonra sual 32. Yəqin kinayə ilə deyirsən də. Qiymətlər çoxluğu ilə az əvvəl bundan danışırdıq. Kvadrat varsa yerinə sıfırla 1 yazırıq. Olur onda 5 çıxılsın 2 vurulsun 0. Bu eləyəcək 5 çıx 0 yəni 5. Və 5 çıxılsın 2 vurulsun 1. Bu da eləyəcək 5 çıxılsın 2 bərabərdir 3. Cavab olacaq 3 ilə 5 yəni A variantı. Sonra radianla ifadə ilə deyir. İndi uşaqlar 120 dərəcədir. Mən bunu radiana çevirəcəm. Pi-nin özü radiandır. Bununla işim yoxdur. 120-nin yerinə yazıram. 120 vurulsun, pi bölünsün 180. Görək nə alacağıq buradan. Lap sıfırları tulla rahat olsun. 6-ya xisar eləsən, burada qalacaq 2 pi. Bunu da 6-ya bölsən 3 qalacaq. Mən bu pi-ni də bunun üzərinə gəlməliyəm. O da eləyəcək məxrəc 3. 3-ü vururam pi-yə 3 pi. 2 də burada olacaq 5 pi. Cavab olacaq 5 pi bölünsün 3, yəni A variantı. Ən kiçik qiymət bayaqları öyrəndik ki, bunların əmsallarına baxmaq lazım. Çünki bunun qüvvətləri 1-dir. Fərqli-fərqli şeylərdir. Onda yazıram kök altında 12-nin kvadratı çıxır, üstə gəlsin 5-in kvadratı. Bu da kökdə 169. Cavab eləyəcək 13 ya da mənfi 13. Məndən kiçik qiymət soruşur deyə mənfi 13-ü götürəcəyik. İndi baxıram, ən böyük qiymətini tapın deyir. Bu kosinus 2x-dir, bu da sinus kvadrat x-dir. Bunlar ayrı-ayrı şeylərdir. Onda bunu sadələşdirmək üçün kosinus 2x-in biz düsturunu öyrənmişdik. 1 çıx 2 sinusun kvadratı x-i. Niyə belə yazdım? Çünki burada sinus verib ona uyğunlaşmağa çalışıram. Üzərinə gəl. Sinusun kvadratı x. İndi buradan yiyəcəm. Y bərabərdir. Mörtəzəni vurub açıram. 2 çıxılsın. 2-ni 2-yə vuranda 4 sinusun kvadratı x. Üzərinə gəl sinusun kvadratı x. Buradan da deməli alırıq ki, y bərabərdir 2 çıx. Mənfi 4 sinus kvadratı ilə sinus kvadratı mənə mənfi 3 sinusun kvadratını verəcək. İndi kvadrat var deyə yerinə bir dəfə 0, bir dəfə 1 yazıram. Bir dəfə yazıram 2 çıxılsın 3 vurulsun 0. Bu elə 2-nin özünü eləyəcək. Bir dəfə də 2 çıxılsın 3 vurulsun 1 eləyəcək. Bu da mənə verir mənfi 1. Mənə lazımdır böyük qiymət. Cavab olacaq o zaman 2. 36. Funksiyanın 0-da, pi bölü 12-də, pi bölü 4-də qiymətlərinin cəmini tapın. Uşaqlar, bu 4 sinus x, kosinus x özü hazır düsturdur. 4-ün qırağa yazıram 2 vurulsun 2 şəklində. Yerdə qalanı yazıram sinus x və kosinus x. Üzərinə gəlinsin 3. İndi bu çərçivəyə alacağım hissə özü bir düsturdur. Və bu. Sinus 2x deməkdir bu. Onda yazıram y bərabərdir 2 sinus 2x üzərinə gəlinsin 3. Gətirək buradakı qiymətləri yazaq yerinə. Birinci növbədə 0 yazıram. Onda yazıram y bərabərdir 2 sinus 2-ni 0-a vuranda 0 dərəcə üzərinə gəl 3. Buradan da alıram ki y bərabərdir. Sinus 0-ın qiyməti 0 deyə burada 3 qalacaq. Bu 1. Keçirəm indi ikinciyə. Yerinə pi bölü 12 yazıram. Y bərabərdir 2 sinus 12 yazanda buradakı bu 2 ilə bu 12-nin ikisi ixtisar gedir 6 qalır. Pi bölü 6 qalır. Üzərinə gəlinsin 3. Bu da y bərabərdir 2 vurulsun. Pi bölü 6 30 deməkdir. 30-un qiyməti 2-də 1-dir. Plus 3. 2-də 1-dəki 2 ilə bu getsə 1 plus 3 yəni 4 qalacaq. Bu bir qiymətdir. Bir də üçüncü. Yerinə pi bölü 4 yazmalıyam. Pi bölü 4 özü 45 deməkdir də. Y bərabərdir 2 vurulsun. Bura 45 yazan 90 eləyəcək. Yəni sinus 90 dərəcə deməkdir. Plus 3. Sinus 90-ın qiyməti 1-dir. Yazıram 2 vurulsun 1 plus 3. Bu da eləyəcək 5. Dairəyə aldığım cavablar 3, 4, 5. Bunları toplamaq lazımdır. Çünki cəmini soruşur. Cavab eləyəcək 12. Sonra ifadənin qiymətini tapın. Uşaqlar, arcsinus tərs funksiyadır. Tərs funksiya sual versin özünə. Yadda saxla, bu sual vermək üçündür. Sual verirəm, 2-də 1-i sinus harda alır? Deyirsən ki, 30 dərəcədə. 30 dərəcə nə deməkdir? 180 böl 6 deməkdir. Yəni, A variantı. Gəldik bura. Uşaqlar, burada x oxundan kəsişmə nöqtələri var. Bax, bu nöqtələr qollarıdır. Bu funksiyanı sıra çevirən qiymətdir. Deməli, mən buranı sıra bərabərləşdirməliyəm. Yazıram x-in kvadratı çıxılsın 4 bölünsün x-in kvadratı üzərinə gəlir ki, bərabər 0. Funksiyanı sıra çevirmək üçün onun surəti sıra bərabər olmalıdır. X kvadrat çıx 4 bərabər 0-a.
X-in kvadratı bərabər 4-ə, X bərabər oldu 2-yə və yaxud da X bərabər oldu mənfi 2-yə. Deməli, mənfi 2 nöqtəsi burada yerləşir, müsbət 2 nöqtəsi burada yerləşir. A nöqtəsinin koordinatlarını tapın deyir. A nöqtəsi bizdə hansı nöqtədir? Bu nöqtədir deyəsən. Və bura. Bu da Y nöqtəsində. X-in yerinə mənfi 2 yazsam yuxarıda sıfıra çevriləcək. Y-in yerinə də yenə 2 yazsam sıfıra çevriləcək A nöqtəsinin qiymətləri. Yəni ki, burada nəyi səhv yazdıq ki? Bir funksiyanın qrafiki verilmişdi. Bura kimi tamamdır. A nöqtəsinin koordinatlarını tapın. Funksiyanı sıfıra çevirdik. Bir dəfə də Y-in yerinə 0 yazdıq. Bir dəfə də X-in yerinə 0 yazaq indi. Yazıram onda Y bərabərdir. X-lərin yerinə 0 yazsam, 0-ın kvadratı 0, çıx 4, 0 üstəgəl 2. Y də bərabər olacaq. Mənfi 4-ü 2-yə böləndə mənfi 2. Deməli, bu nöqtə mənfi 2 nöqtəsi uşaqlar. Mənə A-nın koordinatı lazımdır. A-nın koordinatının X-i baxın buradır 0-dır. Y-də mənfi 2-dir. 0 ilə mənfi 2 harda var? A variantında. Hə, mən niyə çaşdım? Çünki bu sual qəbulda istifadə olunub. A nöqtəsini qəbulda burada yox, bax burada vermişdi. Bu nöqtə versə, bu zaman X-in cavabı 2-dir, Y-in cavabı 0-dır. Yox, A-nı burada versəydi, bu nöqtədə, bax burada. Onda X-in yerində mənfi 2, Y-ə 0 yazacaqdım. Və bunları A-nın yerini bilin, görün A hardadır, ona görə təyin edəcəksiniz. Sonra sual 39. Belə, deməli birinci növbədə baxıram. Bura X-in qiyməti, bu da Y-in qiyməti. Yerinə yazıram. C bərabərdir. 3-ün kubu çıx 7. Bu da 9 çıx 7. C də bərabər 2. Bizdən kimi soruşur? C-nin hansı qiymətində? Elə sual C-yə vermişdi. Cavab oldu 2. Bərabərsliyin Müəllim, ən böyük... bütün kubu 27 eləyir. Ay, mən kvadrat yazdım. 27 çıx 7 olsun 20. Sonra 3-ün üzərində 2 çıxılsın x böyükdür. 9-u yazıram 3-ün kvadratı. Aşağılar eynidir. Atdım. Qaldı 2 minus x böyükdür 2. Buradan da mənfi x böyükdür 2 çıx 2. Mənfi x böyükdür 0-dan. Mənfi x-in qabağındadırsa bərabərçiləsi dəyişməlidir. Bax belə. İndi burada ən böyük həll hansıdır? Mənfi sonsuzluqdan 0-a qədər ən böyük ədədimiz mənfi 1-dir. Cavab olacaq. Deməli, bu sualda da mənfi 1.